Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, deməli bir mövzu ilə bağlı fikirlərimi sizlərlə paylaşacağım. Bu şəkildə görürsünüz də Leyla Əliyeva və Alyona Aliyeva Cümə məscidini ziyarət ediblər. Bu günlərim hər yerdə paylaşırlar. Cümə məscidini ziyarət ediblər. Oradan gediblər, nə bilim, filan şəhid olan filan kəs o filan kəsin qəhrəman, milli qəhrəmanın ailəsini ziyarət elədi və yaxud da gedir uşaqlarla, nə bilim, görüşürlər, yemək pişirirlər, neynirlər. Məsələ burada dostlar, bilirsiniz nədir? Diqqət edirsiniz, gör qarşımızdakı bu şeytan, bu fitnə, fəsad sistemi, rejimi gör necə işləyir. Deməli, adamlar bu millətin başına itin oyununu açır, anamızı ağladır, həyatımızı, gələcəyimizi, arzularımızı, gəncliyimizi oğurlayır, hər şeyimizi məhv edir, bütün dəyərlərimizə tüpürür bu rejim. Və gör xalqın iradəsini qazanmaq üçün hardan girirlər? Millətin o zəif nöqtələri var da, şəhidlik, milli qəhrəman, dini inancı, diqqət edirsiniz, ancaq buradan gelirlər. Sonra uşaqları sevmək, ancaq bu istiqamətdə yol alıblar bunlar. Yəni gedirlər, Cümə məscidini ziyarət edirlər. Bunların dini zadı yoxdur ki. Bunlar Allahdır, dindir, şəhidlikdir, məscid zaddır. Bunlarla uzaqdan, yaxından əlaqəsi yoxdur bu adamların. Başa düşürsünüz dostlar? Yəni bunlar niyə geçsin ki məscidə? Nə üçün geçsin bunlar? Güya bunlar Allah sevirlər. Güya bunlar din sevirlər. Bunların dini inancı var. Dini inancı olan adam Allah'ın yarattığı bu qədər bəndələrin, millətin haqqına girərmi? Şəhidin gedirlər, şəhid ailəsini ziyarət edirlər. Yəni sən həm şəhidin qampını uğrayır, həm də sən şəhid sevginə. Bu məntiqə uyğun deyil axı. Sən həm körpə uşaqların haqlarını uğrayıcınə, apar dünyanın dörd bir tərəfinə səpələ, dağıt, özünə mal, mülk. Həm də uşaqları qucaqla ki, mən sizi sevirəm. Mən sizi çox istəyirəm. Bu üst-üstə gəlmir axı. Alınmır axı. Yəni, deməyim odur ki, dostlar, diqqət edirsiniz, bu şeytan, bu iblis, bu alçaq vicdansızlar görün xalqın iradəsini hardan qazanmağa çalışırlar. Arı kimi işləyirlər, arı kimi. Yəni xalqı əz, öldür, başına min oynac, hər şeyini, bütün dəyərlərinə tüpür, sonra da getkinən xalqın harda zəif nöqtələri varsa, oradan başda xalqın beyinlərinə, qəlbinə girməyə. Hamısında çəkirlər, paylaşırlar, bu günlərim səhər-səhər baxıram, hər yerdə paylaşırlar. Alyona Aliyeva, nə bilim, Leyla Əliyeva ilə getdi, yemək pişirdi, nə bilim, filan uşaq evini gəzdi, filan xəstəxananı gəzdi, filan, nə bilim, qocalar evi, filan şəhid ailələrini ziyarət elədi. Yəni bu qədər siz bu millətin dəyərini bilənsinizsə, bu milləti sevirsinizsə, niyə bəs bu millətin vəziyyəti bu gündədir? Niyə axı? Nədən bu millətə bu qədər zülm eləyirsiniz, bu qədər sərvətlərini tanıyırsınız? Bu millətin sərvətlərini tanıyırsınız. Yəni bu millətin ən gözəl dəyərlərindən biri də onun sərvətidir. Allah'ın bu millətə verdiyi sərvətidir. Onu belə talayırsınız, dağıdırsınız. O dəyərlərə tüpürürsünüz. Yəni xalqın sərvətini talayıb aparıb bütün dünyanın dörd bir tərəfinə səpəliyirsiniz. Aparırsınız arvadınıza, qızınıza xəşləyirsiniz. Nə bilim, bahalı evlər, şirkətlər. Bax, o Alyona Əliyevanın özü. Kimdir axı? Azərbaycan dilini bilməyən, Azərbaycan mentalitini bilməyən, Azərbaycan dəyərlərindən xəbəri olmayan bir başqa millətin qadınını gətirib atıblar ortaya ki, baxın ay millət, Alyona Aliyeva nədir? İlham Əliyevin gəlini Heydərin arvadı. Bizi sevir millət olaraq. Dəyərləndirir bizi. Şəhidimizi sevir. Ay şəhid bilir o. Məscidə girib. Ay məscid bilir o. Uşaq sevirmiş. Hansı uşağı? Nəyin uşağı? Alyona'nın xəbəri varmı ki, siz hansı ailəsiniz, kimsiniz? Bu nə oyunlardır? Bu nə pəs dahadır belə? Başa düşürsünüz dostlar, bu adamlar konkret şeytan ordusudur da. İblis ordusudur bunlar.
Bu rejim iblisin ordusudur, şeytanın ordusudur. Milletin bütün zəif nöqtələrindən istifadə edirlər. Girirlər milletin beyinlərinə, qəlbinə, sonra da həmən o beyinlərinə, qəlbinə girdiyi milletin, insanların dəyərlərinə tüpürürlər. Həyatını məhv edir, gələcəyini məhv edir. Bunlar yoxsa məscidi Allahı sevir deyə o məscidə getmir ki. Ona görə getmir ki, Allahı sevir, dini sevir, məscidi sevir. Yox. Bu adamlar şəhid qədri bilir, şəhidlik sevir, şəhidlik zirvəsinə hörmət eləyirmiş güya. Gedib şəhid ailələrini ziyarət eləyirlər. Nə bilim, gedirlər balaca uşaqlara yemək pişirirlər, şirniyyat pişirirlər. Güya ki, bunlar uşaq sevirlər. Yəni, bu qədər saxtakarlıq, bu qədər biabırçılıq, yəni dəhşətdir. Mən belə baxıram. Yəni, siz dostlar, bu məsələləri otururam, hesablayıram, izləyirəm bunların elədiyi bu oynadığı oyunları, xalqı ələ salmalarını izləyirəm. Vallah billah düşünürəm, hesablayıram, ən sonda, ən son nöqtədə gəlib özümüzdə dirənir xalq olaraq. Millət olaraq hamımız bir yerdə bizdə dirənir. Problem özümüzdədir. Biz özümüz yol açırıq. Biz özümüz belə saxtakarlara yol açırıq. Belə alçaqlara, belə fitnə, fəsad, şeytan ordusuna özümüz yol açırıq. Kimsə gəlib yol açmır. Onlar öz işindədir, onlar öz oyunlarındadır. Amma biz nə işimizdəyik? Biz nə ararıq xalq olaraq? Bax, məsələ budur dostlar. Bu ədalətsizlikdir, bu haqsızlıqdır. Bunun qarşısına keçmək lazımdır. Mübarizə aparmaq lazımdır, dirəniş göstərmək lazımdır. Əlimizdən gələni etmək lazımdır. Məndən bu qədər dostlar. Allah amanına qalın, sağ olun. İnşallah canlı yayında görüşənədək, sağ olun.